Buyurun, artıq qərar verilibdir Türkiyədə, bu araşdırılacaqdır. Dostlar, bu qərardan sonra Ankara bu məhkəməsi bu qərarı verəndən sonra dostlar zəng gəlir Bəybala bəyə və Bəybala bəyanı səni parçalayarıq deyə fikir verin, artıq dərilərinə deyəsən isti dəyibdir. Kamran Əliyev, Bəybalanı öldürə bilərsiniz. Əlin Ağayev, mən sənə söz verirəm. Bəybala ölsə də qalsa da, necə ki Tərtər məsələsi axıra qədər bu xalqın dəstəyi ilə açıldı, Bəybala kişinin oğlunun ölümünü də mən bütün Türkiyəni qaldıracağım ayağa. Bu məsələ Bəybala kişi oldu olmadı gedəcək. Ona görə də Bəybala kişini ay öldürərəm, asıram, kəsərəm, gedin bu xoxları, toyuqları üzə gəlin. Oldu mu? Bak Beybala, aramayı kes. Aynı şeyleri son kez tekrarlıyorum sana. Bu dosya kapandı. Yaptığın şikayetle geri çek, otelden, hastaneden, doktor Azime'den uzak dur. Orada Ali'yi, Kandan'ı, Elsa'yı rahatsız etme. Oğlun acı çekmedi ama seni parçalara böleriz. Karını düşün. Bir oğlun daha var, onu düşün. Sen beni anladın, aklını başına al. Ne yapma arkadaşlarını iyi biliyoruz. Bir daha Türkiye'ye gelme, evinde otur, bu konuyu kapat. Eşitdiniz dostlar. Telefon nömrəsini indi Bəybala bəy deyəcək. Hansı nömrədən gəlir bu nömrə? Bu hədə-qorxu hardan gəlir? Amma burada çox maraqlı bir nüans var. Deyir, oğlun acı çəkmədən öldü. Sən nə bilirsən? Deyir, oğlun acı çəkmədən öldü. Səni isə parçalarıq. Bir oğlun da var. Diqqətlə bir də xahişim hamı qulaq assın. Türkiyədən bizi dinləyənlər bu səsi paylaşın və çatdırın lazım məqamlara. Bak Beybala, aramayı kes. Aynı şeyleri son kez tekrarlıyorum sana. Bu dosya kapandı. Yaptığın şikayetle geri çek, otelden, hastaneden, doktor Azime'den uzak dur. Orada Ali'yi, Kandan'ı, Elsa'yı rahatsız etme. Oğlun acı çekmedi ama seni parçalara böleriz. Karını düşün. Bir oğlun daha var, onu düşün. Sen beni anladın, aklını başına al. Ne yapma arkadaşlarını iyi biliyoruz. Bir daha Türkiye'ye gelme, evinde otur, bu konuyu kapat. Buradan da mən bu təhdidi savunanlara bir şey deyim. Bəybala ora gəldi, gəlmədi, bu dosya qapanmayacaq. Və qatillər hamısı bir-bir ifşa olunub cəzalarını alacaqlar, bunun şübhəniz olmasın. Mən Bəybala bəy, xahişim o telefon nömrəsi siz deyim, mən bunu söhbət pəncəsə yazsınlar. Çünki onu mən ekrana qoysam, məndən şikayət edirlər. Mən telefonumdadır, gərək mən bunu onu demək üçün axırda mən onu sizə deyərəm. Sən danış, telefon deyəcəm. Bəli, var, telefon var sizdə. Mən rejissorumuzdan xahiş edirəm, yox, söhbət pəncəsində mən yazacağım elə bunu. 090 Türkiyədə Cumhuriyyət savcıları bu nömrəni mütləq incələməlidirlər. 546 852 34 31. Bu nömrədən dostlar Bəybala Hüseynovu ölümlə təhdid edirlər. Parçalar deyir səni. Bəybala Hüseynovu bu numradan ölümlə təhdid edirlər. Xahiş edirəm bu mesajı dönə-dönə paylaşın. Biz bu nömrənin kimə məxsus olduğunu tapdıracaq, darıxmayın. Buyur Bəybala kişi, zəng ilə adam sənə nə dedi, nə istəyir? Sənin nömrəni hardan bilir, kimdir? O nə bilir ki, sənin oğlun birincisi uşağın acı çəkmədən ölübdür. O hardan bilir onu? Mən heç bilmədən bir dəfə mənə zəng elədi. Bu şey təhdid elədi. O zaman yazmaq imkanım yoxdur. Mən telefonu söndürdüm və ikinci telefonu hazırladım yazmaq üçün. Təkrar aradım, sonunda açdı. Bunları dedi söndürdü. Ondan sonra nə qədər təkrar yığdımsa cavab vermədi. Amma bu telefonu mən Türkiyə vəkilə atmışam artıq. Vəkil bu işlə məşğuldur. Yəqin ki, prokurorluğa müraciət olunub. Araşdırılıb tapılacaq. Amma elə düşünürəm ki, yəni buradan da ola bilir, yəni Türk nömrəsidir. Yəni buradan sifariş veriblər ki, sən onu zəng elə, ara sakit dursun, səsini kəssin. Çünki artıq bu məlumdur ki, oğlumun ölümündə Türkiyəli bir Kürdün əli var deyə belə bir şeylər çıxıb ortaya. Şimdi mən o Kürddən qorxacam deyə geri çəkiləcəm. Amma bu düşünmədi ki, ya məni həbs edə bilərlər, öldürə bilərlər, mən bu yoldan çəkilmərəm ki. Ona görə indi bu məsələ çox ciddi bir şəkildə araşdırılacaq.
Ama Bəli, yine buradan deyirəm, bəli, bax, səni öldürsələr də, sən özün imtina eləsən də, oğlun qanını satsan da, biləsən sən, bu məsələ sənin oğlunun məsələsi olmaqdan çıxıbdır. Bu, Azərbaycan xalqına, dövlətinə qarşı törədilmiş bir cinayətdir. Azərbaycanın qanunlarına, konstitusiyasına olan bir qəsddir. Türkiyə dövlətinə, xalqına olan bir qəsddir. Bu araşdırılacaq axıra qədər. Sən istədin, istəmədin. bunun başka yolu yoktur Qurban bəy. Ben sana bir söz diyeyim. Bu sonuna kadar gedilecek ve sonuna kadar malum olacak ve herkes açıklanacak. Bu işin içinde kimler var? Herkes öz cezasını layıkınca alacak. Olabilir biraz geç olur, biraz tez olur. Ben bunu bilirim. Ben artık bu 8 yılda her şeyi toplamışam. Her şey açıkça ortada. Artık hiç kim bunu gizlədə İster Türkiye'de ister burada da. Bunu baş prokuror da bilir ki, ben her şeyi yaxşı bilirəm. Əli Nağıyev de bilir ki, ben her şeyi yaxşı bilirəm. Ve etrafında olanlar, bu işte iştirak edenler de hamısı bilir ki, artık mesele aydındır. Artık mesele açılıb. İster ben bunu yazılı şəkildə, istersen ses şəklində artık ben her şeyi toplamışam. İstənilən zaman ben her şeyi açıqlaya bilərəm. Amma mən gözləyirəm ki, əslində qalanda mən bir Azərbaycan vətəndaşı kimi bu günləri Cənab Prezidentə səslənirəm də. Bu məsələnin açılması üçün Cənab Prezidentin bir münasibət bildirməyi, bir de kanunlarımızın aliliği yeterlidir. Tabii. Kanunların alilinin yeterli olup olmaması da Kamran Əliyev'dən asılıdır. Kamran Əliyev 8 ildir bu işe münasibət bildirmir. Demek problemi var ki bildirmir de. Yoksa Kamran Əliyev Azərbaycan Respublikasının prezidentinin fərmanı poza bilməz. Azərbaycan Respublikasının prezidentinin idarəçiliyinə kölgə sala bilməz. Bunun ne sözünün problemi var Qurban bəy. Ama ben bunu açık ortaya koyacağım. Şimdi inşallah belki de yani o adamlar ki bana zəngilinə tehdit edenler belki doğrudan da beni öldürecekler ama fark etmez. Bu iş artık reisine düşüp gelir. Yani bu mesele açılacak. İster beni həbs eləsinlər, ister beni öldürsünlər, fark eləməz. Ben söz vermişəm ki, axıra kadar gideceğim Qurban bəy. Hər halda bu iş Azərbaycan həm dövləti, həm onun prezidentini birbaşa maraqlandırır. Çünki bu baş verən hadisə, yenə deyirəm, Azərbaycan vətəndaşına qarşı, Azərbaycan dövlətinin ən ali böyle vəzifə tutan insanlar tərəfindən törədilməsi, bunların adlarının hallanması. Bir baxın, zəng edən adam görün nə deyir? Oteli, doktorları rahat bırak. Və sən ikinci oğlunu düşün. Siz fikir verin ha, görün nə deyir? Adam əgər bu adamlardan birinin adamıdırsa, deyirsin məsələn, doktor Frankistan Əlövsəy, oteldəndirsə, otelin adını, bu zəng edən adam bütün əməliyyatın başında duran adamdır və maraqlan, deməli, bütün qətlin sahibidir. Əsl qatil odur. Bir ya da onun adam qatilin adamıdır. Deyir, hamısı Əlövsəy, gəlsən deyir, Türkiyə sana parça-parça eləyəcək, o evində. Ay, sən. Hə, ay kişi, belə xoş gəlməklə Azərbaycan kişilərini siz uşaqların haqqından döndürə bilməzsiniz. Sadiq adamları tanımırsınız yaxşı. Bu cinayət işi başlanandan sonra bu hallar çoxalıb. Belə bir hallar. Yanıma gelenler de var, beni korkutanlar da var, seni öldürürler, həbs eləyərlər, yani sen çəkil bu yoldan. O kadar bu sözlerden eşitmişəm ki, yani ben bilirəm ki, bunlar hamısı boş-boş sözlerdir. Ben cavab oğlumu sen öldürübsən, ben bundan sonra yaşadım, yaşamadım ne olacak ki? Oğlumdan artıq. Ha? Bu iş her şeyin, bu işin açılmasında birbaşa Cənab Prezidentin bir gösterişi lazımdır. Ben buradan Cənab Prezidentə səslənirəm bir vətəndaş kimi. Ben Azərbaycan Respublikasının vətəndaşıyam. Benim son ümid yerim Cənab Prezidentdir. Ben ondan xahiş ederim ki, bir balaca münasibət bildirsin yeter. Bugüne kadar olan suskunluq, bak sonu geldi, benim artık ailem təhdid olunur. Ben təhdid olunuram. Bak hamısının nəticəsi bugüne kadar olan suskunluqdur. Gərək ən azı bir balaca münasibət bildirilməlidir ki, Kamran Əliyev sirkələnsin, Əli Nağıyev sirkələnsin. Yoksa məmurlar hamısı özləri ayrıca bir prezident sayır özünü. Herkesin özünün ayrı quldur dəstəsi var, hamısının özünün şilləburanı var, herkesin, heç kəs hiss eləmir ki, bu boyda cinayət var ortada. Yəni bunların vəzifə səlahiyyətləridir. Mən demirəm ki, məcburi sən oğlumun cinayətini aç. Baş prokuror Kamran Əliyevin vəzifə səlahiyyətidir. Bu mütləq bu icra olunmalıdır. Amma bu adam öz vəzifə səlahiyyətlərini icra eləməkdən boyun qaçırır. Ya bu ortadadır da demək ki, yəni bu boyun qaçırır. Yoxsa mən bunu məcbur eləməli deyirəm ki, bunun özü məcbur olub açmalıdır bu işi. Bax, bu şəkilə gəlmiş Qurban bəy, vəziyyət artıq ciddi bir şəkil alır. Hələ ilkin olaraq cinayət işi başlanıb ha. Hələ cinayət başlanıb Azərbaycana keçdikdən sonra siz görün nələr olacaq.
mən ümid edirəm ki, İlham Əliyev bir prezident ki, bu məsələyə laqeyd qalmaz. Çünki onun iki ən yüksək vəzifəli şəxsinin adı hallanır. Təhlükəsizlik orqanının başçısı Əlin Ağayev və baş prokuror Kamran Əliyev. Bu təbii ki, sabah Türkiyə mətbuatında yayılanda ki, Azərbaycan Cumhurbaşqanı imzası ilə belə yüksək vəzifələrə təyin edilən adamlar insan qətlində rüşvət almaqda ittiham olunurlar və ortada ciddi faktlar var. Bu təbii ki, prezidentə İlham Əliyevə hörmət gətirməyəcək. İlham Əliyev bu arada düşünər inşallah. Mən güman edirəm, düşünməlidir artıq. Yəni, bu başqa yeri qalmadı bunun. Amma mənim sizə bir xahişim var. Siz o səsi, mən bu hissənin kəsəcəm, ayrıca yayacağam. O səsin kəsilmiş hissəsini mən sadəcə göndərəcəyəm. Çünki orada çox zəng çalınır. Bu zənglərə çox ehtiyac yoxdur. Siz mütləq... Olanı əvvəlcə açmırdı. Olanıdır. Yəni, faktor nədir? Mən kəsməmişəm heç. Bildim. Deməli, mütləq rəsmi bir ərizəni müraciət edirsiniz. Türkiyənin Azərbaycandakı səfirliyinə, mütləq səfirlə görüşürsünüz. Rəsmi müraciət verirsiniz ki, xahiş edirəm, mənim həyatım təhlükədədir. Türkiyədən bu nömrədə mənə zəng gəldi, mənə təhdid edirlər, mən falan gezəm, oğlumu öldürüblər. Zəhmət çəkin, səfirliyin vasitəsilə bu səsi çatdırın Türkiyənin hüquq mühafizə orqanlarının savcılığına. Artıq Qurban bəy, Türkiyə prokurorluğunda bu məsələ araşdırmadadır. Vermişsiniz artıq ora? Bəli, vəkil verib artıq və bu barədə hələ məndən ifadə də aldılar. Necə olub? Artıq araşdırma gedir. Amma indi necə tapacaqlar, nə vaxt tapacaq, kim olacaq? Hələ bir xəbər yoxdur, hələ bir məlumat verməyiblər mənə. Amma tez-tez məlumat alıram ki, hələ heç bir xəbər yoxdur. Araşdırıb tapacaqlar və kimdir, nəçidir, niyə zəng edib? Oldu. Onda Bəybəli bəy, biz bitirək verişimizi. Bəli, Qurban bəy. Çox təşəkkür edirəm. Sağ olun, Qurban bəy. Çoxdur, mənə borcumdur. Sağ olun, minnətdaram sizə. Sağ olun. Dostlar, deməli, mən bu iş olduqca ciddi bir işdir. Çünki bir dövlətin iki böyük təşkilatın rəhbəri cinayətdə iştirak edib. Təhlükəsizlik orqanının başçısı ilə baş prokuror. Mən bir Azərbaycan vətəndaşı olaraq, hüquqşünas olaraq bu işi axıra qədər təqib edəcəm. Bayaq dedim, Bəybara ki, istədi, istəmədi. Ay öldürəcəklər, ay qalacaq, o mənə qəti ilgiləndirməz. Necə ki, nəfəsim var, mən törədilən bu cinayətləri araşdıracağım axıra qədər. Çünki bizim dövlətimiz özü təhlükədədir. Baxın, Tərtər cinayətini törədənlər, Tərtərdə əli olanların hamısının əli axtarırsan, Bəybələ kişinin oğlunun ölümündə var. Araşdırırsan, Eurovision'da var. Araşdırırsan, Gəncədə var. Araşdırırsan, Tovuzda var. Hamısı eyni adamlar da eyni dairədir. Dövlətimiz çox təhlükəli əllərdədir. Ümid edirəm ki, başa düşərsiniz. Talirinizə sahib çıxın. İzləyin, bəyənin, paylaşın ki, daha çox insan baş verenlərdən xəbər tutsun. Hələlik, mən sizdən ayrılıram, gecəniz xeyrə qalsın. Sabah 5-ci gündür. Bizim müəyyən verişlərimiz olacaq. 6-cı gün Xalq Parlamentinin növbəti yox, iclası deyəsən Qadınlar Bayramına düşdü deyə keçirmişik ayın 10-una. Gecəniz xeyrə qalsın. Görüşmək ümidilə, sağlıqla qalın. Sağ olun.